Salam əziz şagirdlər. Bugün OTK-nın 12 aprel tarixində keçirilmiş siniflər arası buraxılış imtahanlarının 5-ci sinif olan versiyasına baxacağıq. Gəlin baxaq görək nələr düşüb. Deməli, bizə 21-ci sualda deyir ki, A plus B cəmi 257 və bu cəm 581-dən böyük olarsa, C-nin ən kiçik tam qiymətini tapın. Gəlin baxaq. A plus B onsuz da 257-dir. Yerinə qoysaq 257 üstə gəl C böyükdür 581-dən. C-nin özünü tapmaq üçün qələmi dəyişək. C-nin özü 581-dən 257-ni də keçirdirik bu yana. Onda C özü böyük olacaq. Çıxanda qalır buradan 324. Aha, C 324-dən böyük olduğu üçün ondan böyük ilk ədəd 325 olacaq. Aşağıdakı tillərdən hansı C, C1 tilinə paraleldir? Gəlin baxaq. C, C1 haradır? Bax, bura C, C1'dir. Buna paralel var B, B1, A, A1, D, D1. Görək bizə hansı var? A, A1'dir. Bu variant uyğundur. Paralel bu arada nə idi? Paralel eyni istiqamətli düz xətlər idi. A-nın hansı qiymətində 2A üstəgən 15 ifadəsinin qiyməti bölünsün 3A bərabər olacaq 4-ə. Gəlin bərabər eləyək. 2A üstəgəl 15 bərabərdir. Daha doğrusu bölünsün 3A bərabərdir 4-ə. Onda bunun məxrəcində 1 var. Çarpaz vursaq 2A üstəgəl 15 bərabərdir 3 4-ün 12A-ya. Aha. Bunu bu tərəfə keçirtsək 12A'dan 2A'nı çıxanda qalır yerdə 10A bərabərdir 15. Böləndə A bərabərdir 1,5 olacaq. Cavab oldu A variantı. Ədalət 1,8-də 7 litr suyu bu qədərlik qablara boşaltdı. Ədalətə neçə qab lazım oldu? Deməli, suyu bölüb də hissələrə bölüb. Gəlin onda bizdə 1,8-də 7-ni bölək 24-də 5'ə. Bölmək üçün birinci qarışıq ədədi düzgün olmayana çevirək. 8'də 15 vurulsun. Aha, bölməndə vurmağa çevirmək üçün tərsinə dəyişirik. 5'də 24. Tərəf-tərəfə ixtisar etsək 5 5'ə 1 dəfə, 15 5'ə 3 dəfə, 8 8'ə 1 dəfə, 24 8'ə 3 dəfə. 3 üçün cəmi 9 qab lazım oldu. E variantı. 2 bucağı 70 və 80 olan 3 bucağın 3-cü bucağını tapın. Məlum məsələdir. 70, burada 80, burada x olarsa biz bilirik ki 3 bucağın daxili bucaqları 180-dir. X-i tapmaq üçün 180-dən bunların ikisinin əlimdəkilərin cəmini çıxsam 150, 80, 80, bu da eləyir 30 dərəcə. Cavab oldu E variantı. Aha, bu nədir? Deyir ki, 3,8'də 1 ton üstəgəl 2,15 sentiner çıxılsın 175 kiloqram nəyə bərabərdir? Aha, 1 tonum 1000 kilqıdır. 1 sentinerim isə 100 kilqıdır. İndi 8'də 1, 1000'in 8'də 1'i onda olacaq 125 kiloqram. yəni bu 3 ton 3000, 3125 kiloqram imiş. 1 sentinerim də 2'dir. 2 sentinerim olacaq 215 kiloqram. Çıxılsın 175 kilqı. Hamısı kiloqrama çevrildikdən sonra rahatlıqla toplayıb çıxa bilərik. 3125 ilə 215 verəcək. 3000 deməli 3330 3300 daha doğrusu bir dəqiqə 3125 üstə gəlinsin 215 3340 oradan da 175'in çıxanda 3165 bir dəqiqə görüm harada səhv elədim 8'də 1 1000'in 8'də 1'i 125'dir 215 bu da aha 3125 üstə gəlinsin 215 çıxılsın 175 kiloqram. Cavab 3165 olmalıdır. Bəlkə bu da toplamadı. Ona görə səhv eləyirik. PDF-də görsənmir. Ola bilsin ki, orada toplamadı. Əgər oranın da toplama olduğunu fikirləşsək, cavab onda çıxacaq 3515. 100% ki, bu hissə kimsə skan eləyib göndərib mənə. O hissə toplamaymış. Onda cavab alınır. 3515. Məndə yəni çıxma görsənirdi. Ona görə çıxma ilə həll etməyə çalışırdım. 27. 25% endirimdən sonra qiyməti 9 manat. Deməli, əvvəl qiymət 100% idi.
qiymətini bilmirdim. 25% endirim edibsə, 100-dən 25-in çıxanda 75%lik qiyməti mənə məlumdur. Bu da 9-a bərabər oldu. X-i tapmaq üçün 9-u 100-ə vurub 75-ə bölürəm. 25'e bölsem 4, 25'e bölsem 3, 3'e bölsem 3, 3 4'ün 12 manat olacak. Cevap olur D variantı. ABC tərəfi 5 cm olan kvadratdır. Bura 5'dir, bura 5'dir, 5'dir, burada 5'dir. AK 4'te 1 BK'ya bərabərdir. Bura AK 4'te 1 BK'ya bərabərdir. Bura X'dırsa, onda da belə deyək, bura X-dırsa, onda bura 4X-dir. 4 dəfə böyükdür axı. 4-də 1-nə bərabərdir. Onda belə yazaq. X də gəlir 4-də 1, yəni 4K bərabərdir 5-ə. 5X bərabərdir 5-ə. X bərabərdir 1. Onda A-dan K-ya 1 cm-dir. Bura X idi əvvəl. Bir dəqiqə buranı pozum təzədən. Bura 1X idi. Burada 5 idi. Onda AK bərabərdir 1-ə. BK bərabərdir deməli 4-ə. Aha, bizə deyir ki, BKC üçbucağın. Baxın, bu üçbucağın sahəsini istəyir bizdən. BKC üçbucağın sahəsi. Burada da bir düzbucaqlı üçbucaq yaranıb. Kvadratın bütün tərəfi 90 dərəcədə axı. Onda gəlin biz bu üçbucaq kənardan bir də təsvir göstərək. B-dən C-yə 5 cm-dır. B-dən K-ya da 4-dür. 5 4'ün 20, yarısı da 10 olacaq. 5 vur 4 bölü 2. O da eləyir 10 santim. OB, aha 29. OB, OC və OD şuraları ayırdığı bucaqlar bərabərdir. OB, OD, aha veribdir. AOE-yə qonşu olan bucaq 38'dir. İndi bulasın. O AOE-nin deməli özü neçə dərəcədir? Qonşusu 38 isə 180-dən 38-in çıxaq. Biz alaq özünü. Alacağıq 2, 7-dən 3-ün çıxanda 4, 142. Bir dəqiqə qoyun görüm. Aha. 142. Bizdən BOD-ni soruşur. BOD-nin içində aha, bu 4x-in qiymətidir. Ha, bax 4 dənə x 142-dir. İndi BOD-nin qiymətində 2 dənə x var. Ona görə biz bunu 142-ni 2-yə bölsək tapmış olacağıq 71. Cavab olur D variantı. 30. Uzunluğu 80 metr olan düzbucağın eni uzunluğu 75% qədərdir. Eni uzunluğu, deməli düzbucağını tapaq. Aha, uzunluğu 80'dirsə, eni də uzunluğu 75%. 80-75%'ni tapaq. %75. %75'ni bilirsiniz ki 4'də 3'dür. 25'e böləndə 20. Bu da eləyir 60 cm. B variantı. Aralarındakı məsafə 612 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya buradan bir cihaz, buradan da bir nəfər hərəkətə düşüb. Birinin sürəti 85'dir, ikincinin sürəti 91 olarsa 3 saat sonra onlar arasında qalan məsafə. Gəlin bunlar arasında baxaq. 3 saatda bu nə qədər gəlir, bu nə qədər gəlir və yaxud da ki, birbaşa elə toplayıb da 3-ə vura bilərik. 85 ilə 91-i toplasam, deməli eləyəcək 6, 17, 176. 176-nı vuraq 3-ə, eləyir, deməli 18, 1 yadda, 7 üçün 21, 22, 2 yadda, 3, 528. Deməli bu 528 gedilibdir də, axırda 528 çıxılıb. Bizə lazımdır bu məsafə. 612-dən də 528-i çıxanda 4, 1-dən 2-sini çıxanda, 10-dan 2-sini çıxanda 84 kilometr məsafə qalıb. D variantı. Aha, 9 topdan 8'i eyni ağırlıqdadır. Birinin çəkisi isə digərlərindən çoxdur. Qollu tərəzdə ən az neçə ölçmə sonra ağır topu müəyyənləşdirmək olar. Aha, deməli 8'i eyni ağırlıqdadır. Birinin isə çəkisi çoxdur. Ən azı neçə? Ən azı elə bir dəfəmə birinin ağırlığı isə elə götürərik ki, bir dənə əlimizlə çıxardanda da həmin bu bir topu elə birinci ən azı bir yoxlama. Deməli, nə edərik? Bir dəfə bir üzünə bir top qoyarıq, bir dəfə bir top qoyarıq. Elə birinci topdan bəxtimiz elə gətirər ki,
o ağır topu seçərik. Ona görə ən azı bir ehtimalda tapmış ola bilər. Elə bil ki, götürərik balacalardan da bir dənə qoyarıq. Ağırdan da bir dənə. Görəcəyik ki, ağır yuxarı qalxacaq. Elə bir dənə yoxlamada da tapmaq olar. Amma təbii ki, bəxtimiz gətirsə. İndi 57-ni 3'ə bölüb, hissəsinə görə də tapanda yuxarıdakine bölüb aşağıdakine vururduq. 5'ə vuracağıq. 19. 19 da 5'ə vuranda 95 edəcək. Y variantı. Tam hissəsi kəsir hissəsindən neçə dəfə çoxdur? Deməli, tam hissəsi məlum məsələdir 5'dir. Kəsir hissəsi də 0,2'dir. Bizə deyir ki, neçə dəfə çoxdur? 5'i 0,2'yə böləndə olacaq. Vergüldən azad etmək üçün 50 bölü 2 yazaq. O da 25 dəfə düşəcək. Tam səthin sahəsi 36 olan kubun bir üzün sahəsi. Bilirik ki, kubun 6 üzü var. Yəni 6 dənəsinin sahəsi 36'dır. Onda bir dənəsinə də 6 santim kvadratı düşər. Növbəti addımı neçə olar? 2, 6. Üstünə 4 gəlir. 2'yə vurur. Yox, bir dəqiqə. Üstünə 4 gəlib. Ardıcılığı tapaq. 2 gəlib, sonra 6 gəlib. 4 faiz artıb. Sonra 6. Deməli, hər dəfə cüt ədəd qədər artır. 4 dəfə artdı. Sonra 6 dəfə artdı. Sonra 8 dəfə artdı. Sonra 10 dəfə artdı. Artıq yeni həddimiz 12 faiz artmalıdır. 30 da 12 faiz artanda 42 olacaq. 10, indi 12 olacaq. Sonra, belə bir tənliyimiz var. Bunu 4'ü bölüb də tapa bilərik. Vurub aça da tapa bilərdik. 2x də gəl 5. 132'ni 4'ə böləndə 40, 12, 12, 43 dəfə düşəcək. Bir dəqiqə 4'ə böləndə 30 daha doğrusu səhv böldüm. Deməli, 132'nin içində 33 dəfə 4 var. 2x bərabər imiş. 33'dən 5'i çıxırıq 28. X də bərabər imiş 14'ə. A variantı. 38. 3'ə 4'ə 5'ə böldükdə qalxda bir qalan ən kiçik 3 rəqəmli. Gəlin bunların əkobunu tapaq. Əkobları 3, 4, 5, 60, 20, 60'dır. Bizə 3 rəqəmli deyir deyə 60'ın 3 rəqəmli ən kiçik misli 120'dir. 120. Üstünə də qalıq 1 qalır deyə qalıq əlavə edirəm. 121. Cavab oldu da variantı. Hansı ədədin 50% 96'ya bərabərdir? 50% 96'dırsa elə 50% 2 qat deməkdir. 96'ını da 2'yə vursam 192. C variantı. Bu ədədlərin hasili natural ədəd olar. 375'i bunlardan 4'ə vursaq 750, 1,5 eləyir. 8'ə vursam artıq 3 eləyəcək. Cavab olur B variantı. Buradan o tərəfə gələnlər məntiqdir. Məntiqin hamısı yoxdur ki, izah edəyəm. Ona görə burada bitiririk. Sağ olun, izləmədə qalın. Hələlik.